Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahillezî la yuhsil halqu senâen aleyh. Huve kemâ esne alâ nefsihi. Allahümme salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in. Əmmə ba'd. İlk növbədə Hüseyin qardaşlarına üzr istəyirəm. O yanında dərs dediyim üçün. Və lakin məni qabaqlayan sələflər kimi deyirəm ki,Əsiru xalfə rikabin mucbizə aracin muəmmilən qayrəlləzi yəhdi bihi arac. Fəin zafirtu bihim min ba'di mə səbəqu فإن ظفرت به من بعد ما سبقوا فكم لرب السماء في ذاك من فرج. Və Allah subhanahu və teala'dan istəyirəm ki, hamımıza eşli faydalardan etsin. Və inşallah bugün qısa da olsa sələflərin qiyamul leyl, gecə namazı haqqında bəzi sözlərini gətirəcəm. Və biz keçən dərslərdə də qeyd etmişdik ki, yəni bizdən qabaqçılar gecə namazına böyük önəm verərdilər. Böyük önəm verərdilər və bu gün də inşallah qısa sələflərin sözünü gətirəcəyik. Deməli, qalə Səid ibn Musayyib rahiməhullah, Səid ibn Musayyib buyurur, İnnər-rəculə ləyusalli bil-leyl fəyəcəlullahu fi vəcihi nuran yuhibbuhu aleyhi kulli muslim. Bir insan gecə namazını qılarsa və ya qılır, Allah Teala onun üzünə nur bəxş edir və hər bir insan, hər bir müsəlman onu o nuruna görə sevir. Və yarahu mən ləm yarahu qattun fəyəqul və onu heç bir kəs ömründə heç vaxt görməyən insan görür və deyir ki, inni ləuhibbu həzər racul, mən bu kişini sevirəm. Mən bu kişini sevirəm. Qilə lil Həsən-ül Basri rahiməhullah, Həsən-ül Basriyə deyilir ki, mə bə'ləl müctəhidinə billeyli min əhsənin nəsi vücuhən. Gecə namazı qılanlara nə olub ki, belə onların üzü ən gözəl üzlü insanlardır. Fəqalə liənnəhum xələv bir-rəhmən fəlbəsəhum min nurih. Və Həsən-ül Basri rahiməhullah buyurur ki, onlar rəhmanla gecə təklikdə qalıblar deyə Allah Teala da onların üzünü nurla geyindirib. Əxədəl Fudeyl ibn İyad rahiməhullah biyədəl Hüseyn İbn Ziyad rahiməhullah fəqalə ləhu ya Hüseyn. Deməli, Fudeyl ibn İyad Hüseynin əlindən tutur və deyir ki, ey Hüseyn, yənzilullahu teala kullə leylətin iləs-səmai dunya fəyəqul. Allah Teala hər gecə dünya səmasına enir və deyir, kəzzəbə mən iddəə məhəbbəti, mənim məhəbbətimi iddia edənlər yalancı oldular. Və izə cənnəhul leyli nəmə anni, belə ki, gecə örtüldükdə, gecə düşdükdə onlar məndən yatdılar. Yəni, məni tək qoydular. Əleysə kullu həbibin yaxulu bi həbibi, məgər hər sevən öz sevdiyi ilə təklikdə qalmağı istəməzmi? Kənə əhədu salihinə yusalli həttə tətəvərrə qədəməhu fəyədribuha fəyəqul. Sələflərdən, salihlərdən biri gecə namazı qılır və o qədər qılır ki, ayaqları şişir, topuqları və ayağına vuraraq deyir ki, ya əmmərətə bissu, mə xuliqtə illə lil-ibadə, ey pisliyə əmr edən nəfs, yəni özünü qınıyır, sən yalnız bunun üçün xəlq olundun, yəni ibadət üçün. Kənəl abdu salih Abdüləziz ibn Əbi Ravvad rahiməhullah yufraş ləhu firəşəhu liyənəmu aleyhi billeyl fəkənə yədəu yədəhu aləl-firəş fəyətəhəssəsu thümmə yəqul. Salih ibn Abdüləziz onun üçün yatağını açanda gecə əlini yatağına, döşəyinə qoyardı və deyərdi ki, sən nə qədər yumuşaqsan, və ləkin firəşul cənnə əlinə mink, və lakin cənnətin yatağı, döşəyi səndən də yumuşaqdır. Thümmə yəqumu ilə salatihi, sonra qalxır və namaza durur. Qaləl Fudeyl ibn İyad rahiməhullahu teala, Fudeyl ibn İyad buyurur, İzə ləm təqdir alə qiyamil leyli və siyamun nəhar fə'ləm ənəkə məhrumun məqbul. Əgər sən gecə ibadətlərinə və gündüz oruclarına bacarmırsansa və ya qadir deyilsənsə, qüdrətin çatmırsa, bil ki, sən məhrumsan və günahların, xətaların səni
məhv etmişdir və ya ələ almışdır. Qalə Mu'mar rahimehullah buyurur: "Salla ilə cənbi Süleyman ət-Təmimi rahimehullahu ba'dal işa'l axir. Fəsəmi'tuhu yaqra fi salatihi təbarəkəllazi biyədihil mulk və huve ala kulli şeyin qadir." Mu'mar rahimehullah buyurur ki, Süleyman ət-Təmimi gecə işə namazını mənim yanımda qıldı və namazda Mülk surəsini oxuyurdu. Hətta ətə alə hədihil ayə, hətta gəlib bu ayəyə çatdı. Fələmmə rəəvhu zulfətən siət vucuhullədinə kəfəru, bu ayəyə çatdı. Fəcəalə yuraddiduha, bu ayəni o qədər təkrarladı ki, hətta xəfə əhlil məscid, vansarafu, məscid əhli məsciddən çıxdı. Thumma xaractu ilə beyti, və mən də çıxdım, evimə getdim. Fələmmə rəca'tu iləl məscid li uəzzinəl fəcr, fə idə Süleyman ət-Təmimi fi məkanihi kəmə tərəktuhul bərihə. Və hətta deyir, səhər açıldı və mən evimdən çıxdım, sübh namazının azanını verməyə gəldikdə gördüm ki, Süleyman ət-Təmimi onu gecə, dünən necə tərk etmişdimsə, elə də dayanıb öz yerində və huwa vaqifun yuraddidu hadihil ayə, və bu ayəni, eşitdiyim ayəni təkrarlayır, ləm yücavizuha, və ondan o yana keçmirdi və buyururdu: fələmmə rəəvhu zulfətən siət vucuhullədinə kəfəru, kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq və onlara deyiləcək ki, sizin durmadan istədiyiniz əzab bax budur. Qalə rəcul İbrahim ibn Ədhəm rahiməhullah, bir kişi İbrahim ibn Ədhəmə buyurur: İnni lə əqdiru alə qiyamil leyl fasif li dəva. Mən gecə namazlarına dura bilmirəm, mənə bunun əlacını vəsf et, dərdini de. Fəqalə lə tu'sihu bin nəhar və huvə yuqimuka beynə yədeyhi fil leyl. Sən gündüz günah işlətmə, Allaha üsyan etmə, Allah Taala səni gecə öz önündə durmağa müvəffəq etsin. Fə innə vuqufuka beynə yədeyhi fil-leyli min a'zamu şərəf. Çünki gecə Allah Taalanın önündə dayanmaq ən böyük şərəfdir. Vəl-asi la yəstəhiqqu zəlikə şərəf. Asi insan, günahkar insan isə bu şərəfə layiq deyil. Qalə Sufyan-ı-Səvri rahimehullah. Sufyan Səvri buyurur: "Hurrimtu qiyamul-leyl 5 əşhar bi səbəbi zənbin əznəbtu." Bir günahıma görə 5 ay gecə namazına durmaqdan məhrum oldum. Həmçinin İbn Ömər radiyallahu anhuma buyurur ki: "Əvvəlu mə yanqusu minəl ibadət təhaccüd bil-leyl." İbadətdən ilk naqisləşən, yəni azalan, yoxa çıxan təhəccüd namazı olacaq, qiyamul-leyl. Və həmçinin Hişam Dəstəi rahimehullah buyurur: "İnnə lillahi ibadən yədfəunən-nəvm məxafətən ən yəmutu fi mənamihim." Allah Taalanın elə qulları var ki, gecə yatmaqdan qorxurlar, birdən gecə yatdığı vaxtda ölərlər. Yəni bunun qorxusundan gecə yatmırlar. Və həmçinin başqaları buyurur ki: "Ədraktu əqvamən yəstəhyunə minəllahi fi səvadil-leyli ən yənamu." Elə insanlar, elə qövmə rast gəldim ki, onlar gecə yatmırdılar Allah Taaladan utandıqlarına görə. Yatmırdılar Allah Taaladan utandıqlarına görə. Həmçinin Cəfər rahimehullah buyurur ki: "Səmi'tu Malikən yəqul." Eşitdim ki, Malik belə deyir: "Ləv istəta'tu an la anam lam anam məxafətən an yanziləl azab və ana naim." Əgər yatmamağı bacarsaydım, yatmazdım, qorxardım ki, birdən əzab yatdığım vaxt nazil olsun. Həmçinin Əbu İshaq rahimehullah buyurur: "Həccə məsruqun fəmə bətə illə səcidən." Məsruq həcc etdi və həcc etdikdə, yəni yalnız səcdədə gecələdi. Yəni yatmadı. Gecəsi səcdədə idi. Sonra Əbu Ali Əl-Məfluc qal: "Sallə Süleyman ət-Teymi əl-qədə bi vudu'il atəmə 40 sənə." Əbu Ali Əl-Məfluc buyurur ki, Süleyman ət-Teymi sübh namazını 40 il sübh namazını işə namazının dəstəmazı ilə qıldı. Yəni, rahiməhullah gecələr yatmadı. Əbu Cəfər ibn Zeyd rahiməhullah deyir ki, xaracına xuzətə ilə Kəbul. Biz deyir, Kəbul, yəni Kəbul bir yerin adıdır. Yəni, ora döyüşə çıxdıq. Və fil ceyş Silə İbni Əşim Əl-Ədəvi. Qoşunda deyir, Silə İbni Əşim Əl-Ədəvi adında biri var idi.
Deyir, işə namazından sonra deyir, cəmaat dağılışdı və bu insan təkliyə gedib, insanlardan uzaq yerə gedib, dəstəmaz aldı. Fədəxaltu fi əsərih, mən də deyir, onun izlərinin dalınca getdim. Fətəvaddəsin məqamə yusalli fəftətəhə salat, deyir, durdu, deyir, və namaza başladı. Və beynəmə huvə yusalli izə cəəl əsədun azim fədənə minhu və huvə yusalli. Birdən deyir, o namaz qıldığı vaxt bir böyük şir yaxınlaşır ona. Fəfəzə'tu min zəirul əsəd. Mən də deyir, o şirin deyir, yəni səsinin qorxusundan deyir, qorxdum. Fəsəidtu ilə şəcərə qaribə və yaxında olan ağaca çıxdım. Əmə silətun fəvallahi məltəfədə iləl əsəd. Silə ibni Əşim əl-Ədəvi isə vallahi deyir, şirə tərəf yönəlmədi. Və lə xafə min zəirihi və lə bələ bihi və onun da təhlükəsindən, şirin təhlükəsindən qorxmadı və heç ağılına belə gəlmədi. Thumma səcədə silə fəqtərəbəl əsəd minhu fəqult. Və sonra silə deyir, rahiməhullah deyir, səcdəyə getdi və şir də ona yaxınlaşdı. Mən də öz-özümə dedim ki, əl-ən yəftərisu, indi yiyəcək. Və əxəzəl əsəd yədur həvləhu və ləm yusibhu bi-eyyisu və deyir, şir deyir, onun ətrafına yaxınlaşdı, dövr etdi və deyir, ona heç bir şeylə zərər vermədi. Sümmə ləmmə fərəğəs silə min salatihi və səlləm, silə rahiməhullah namazını qurtarıb salam verdikdən sonra iltəfətə iləl əsəd fəqal, şirə tərəf yönəlir və deyir ki, əyyuhəs səb'u utlub rizqaqə fi məkənin əxar. Ey vəhşi və ya ey heyvan, get ruzini başqa bir yerdə axtar. Kənəl Abdüsalih Süleyman Ət-Təmimi rahiməhullah və huvə və ibnuhu yədurani fil-leyli fil-məsəcid fəyusalliyani fi hədəl məscid mərra və fi hədəl məscid mərra həttə yusbihə. Deməli, Süleyman Ət-Təmimi oğlu ilə hər gecə çıxardı və meçidlərdə bir-bir namaz qıla-qıla səhərə kimi meçidlərdə namaz qılardılar. Yəni, oğlunla çıxardılar, bu meçiddə bir dəfə, o meçiddə bir dəfə, hətta sübh çağı açılana kimi. Və Sufyan ibn Uyeynə buyurur ki, Kənə Əbu İshaq yəqumul leylətus sayf kulləh. Əbu İshaq deyir, yay ayında, yay mövsümündə bütün gecəni oyaq qalardı. Qışda isə deyir, əvvəlində və axırında oyaq qalardı, ortasında isə dincələrdi. Və ona görə də, qardaşlar, yəni gecə namazı həqiqətən də mühümdir. Və lakin bilmək lazımdır ki, Allah subhanahu və teala bu namazı hər kəsə müvəffəq etmir. Gecə namazına duran kəslər Allah subhanahu və teala'nın sevdiyi insanlardır. Və ona görə də ən böyük şərəfdir. Və necə Cəbrail aleyhissalam gəlir bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm yana və buyurur, Ya Muhammed, ey Muhammed, əhbib mə şi'tə fə innəkə müfariqah, istədiyini sev, sən ondan ayrılacaqsan. وَعْمَلْ مَا شِئْتَ فَإِنَّكَ مُجِئٌ بِهِ Və nə qədər əməl istəyirsən et, o əməlin mükafatını görəcəksən. وَعِشْ مَا شِئْتَ فَإِنَّكَ مَيِّتْ Və nə qədər istəyirsən yaşa, öləcəksən, meyyitsən. وَعْلَمْ أَنَّ شَرَفَ الْمُؤْمِنِ قِيَامُهُ بِاللَّيْلِ Və bil ki, müminin şərəfi onun gecə namazına durmasıdır. وَعِزُّهُ إِسْتِقْنَاؤُهُ عَنِ النَّاسِ Müminin izzəti isə öz ehtiyacını insanlardan gizlətməsidir, bildirməməsidir. Və Allah subhanahu və teala istəyirəm ki, bizi gecə namazına qalxmağa müvəffəq etsin və bizi ölənə qədər sabit etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcmain.